Arterial hipertenziyanın əmələ gəlmə səbəbləri nələrdir? Hansı hallarda risklidir və nə kimi ağırlaşmalar ola bilər? Diaqnostikası və müalicəsi necə aparılır? HB Güvən Klinikasının terapevti, uzman doktor Aysel Şıxəliyeva danışacaq. Tədqiqatlar göstərir ki, çəkinin 1 kiloqram verilməsi ilə qan təzyiqinin 1-2 vahid, qida qəbulunda duzun azaldılması ilə 4-6 vahid, fiziki aktivliyin gündəlik rejimə daxil edilməsi ilə 4-6 vahidə qədər qan təzyiqini biz müalicəsiz azalda bilərik. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Mən doktor Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışında hər birinizi xoş gördük. Verilişimizə Ege Hospitalının Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğuna baxırsınız. Zəhmət olmasa ekranlara yaxın əyləşin, çayınızı, kofenizi hazır eləyin. Bugün çox aktual bir mövzudan danışacağıq. Bizim yaşlı nəsli çox narahat eləyən bir mövzudan danışacağıq əslinə qalsa. Amma ilk öncə istərdim qonağımı sizlər üçün təqdim edeyim. Bugünkü qonağımız HB Güvən Klinikasının uzman terapevti Aysel Şıxəliyevadır. Necəsiz doktor? Təşəkkür edirəm. Sağ olun. Əhvalınız da yaxşıdırsa, mövzunu azdan çoxdan ehtimal elədim elə gəlir tamaşaçılar, amma bir-biri açıqlama kimi də verək. Bugün arterial hipertenziyadan danışacağıq və ilk öncə bu nədir, necə bir xəstəlikdir, bu barədə məlumat verməyinizi xahiş edirəm. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə başlıca səbəbi aterosklerotik kardiovaskulyar xəstəliklərdir. Bu xəstəliklərin ən önəmli risk faktoru arterial hipertenziyadır. 2018-ci ildə Avropa Kardiologiya və Hipertenziya Cəmiyyətinin qaydlarına əsasən deyə bilərik ki, hər hansı bir şəxsdə 3 fərqli zamanda sakit halda ölçülən qan təzyiqi 140-90-ın üzərindədirsə, bu arterial hipertenziya olaraq dəyərləndirilir. Ümumən, qan təzyiqi insan orqanizmi üçün vacib bir ünsürdür. Çünki ürək qanı bəlli bir təzyiqlə damarlara qovmalıdır ki, bu qan bütün hüceyrələrə, periferiyaya qədər gedib çata bilsin. Və qan təzyiqi xəstəliyi kimi dəyərləndirdiyimiz zaman oradakı o cut-off dəyərin olması, yəni 140-90-ın olması isə bəzi tədqiqatların nəticəsinə əsasən ortaya çıxmışdır. Müəyyən olunur ki, 140-90 altında olan təzyiq qan damarlarına zədələyici təsir göstərmir. Ancaq bu dəyərin üzərində olan təzyiq damarlara mənfi təsir göstərərək, aterosklerozun yaranmasına şərait yaradaraq ürək qan damar sistemi xəstəliklərinin ortaya çıxarmasına səbəb ola bilir. Ümumiyyətlə, səbəblərini istəyərdim biraz müzakirə eləyək. Tam olaraq səbəbləri nədən irəli gəlir? Arterial hipertenziyanın 2 forması var. Primer və sekonder forması. Primer forması esensial hipertenziyadır. Bizim xəstəlik olaraq gördüyümüz hipertoniyanın təxminən 70-80% əslində primer hipertansiyondur. Bunun əsas səbəbi, tək bir səbəbi bəlli olmasa da, bir neçə səbəbin birlikdə olması zamanı ortaya çıxır. Ən önəmli amillər genetik faktor, yaş faktoru, irq amili, gündəlik duz qəbulu, özəlliklə duz qəbulunun 3 qramın üzərində olması, siqaret istifadəsi, alkohol qəbulu primer hipertansiyonun ortaya çıxmasına səbəb olan amillərdir. Burada yaş faktorunu özəlliklə bildirmək istəyirəm. Yaşla damar divarının elastikliyi azalır və sərtliyi artmış olur. Buna görə də əslində fiziolojik olaraq da təzyiq yüksəlir. Yəni bir gənc xanımda və ya bəydə təzyiq ölçümləri edərkən biz təzyiqi 100-ün 60-a, 110-un 70-ə kimi görə bilirik. Bu normaldır. Amma yaşlı adamlarda əslində təzyiqin yüksəlməsi lazımdır. Çünki yenə də deyirəm, təzyiq məsələsində ürəyin əsas məqsədi qanı bəlli bir təzyiqlə damarlara qovmaqdır və damar divarı sərtləşdikcə, ürək də bəlli bir təzyiqlə qarşılaşdıqca daha yüksək təzyiqlə qanı periferiyaya qovmalıdır. Məsələn, bəzən xəstələr yaxınlaşırlar, deyirlər ki, mənim bəlli şikayətlərim var, baş ağrısı, baş gicəllənmə, qulaqlarda küy kimi. Təzyiqimi ölçürəm, 130-un məsələn 70-ədir və bu təzyiq mənim üçün yüksək təzyiqdir. Yəni, müalicə istəyirlər və ya buna görə narahat olurlar. Əslində, belə halda həmən dərhal müalicə başlamaq da doğru deyil. Çünki bəzi hallarda orada xəstəni həmin narahat edən faktor təzyiqin yüksəlməsi olmur. Bu ikincili səbəb ola bilir.
Məsələn, xəstə deyək ki, miqrendən, baş ağrısından əziyyət çəkir və ya vertiqodan, baş gicəllənməsindən əziyyət çəkir. Həmin simptomlara bağlı təzyiq yüksəlmiş ola bilir və əsas xəstəlik də müalicə olunan zaman təzyiq əslində qaydasına düşə bilir. Demək istədiyim nədir? Yəni yaşla damar divarı elastikliyi azaldığı üçün və sərtliyi də artdığı üçün qan təzyiqinin yüksəlməsi fiziolojikdir. Mütləq həmin müalicə başlamaq dərhal buna görə narahat olmağa dəyməz. Təbii ki, müayinə olunmaq lazımdır. Bir də primer hipertansiyonun deməli önəmli faktorlarından biri EQ faktorudur. Müəyyən olunur ki, qara dərili şəxslərdə qan təzyiqi həm populyasiyonda daha çox yayılıb, yəni təzyiq xəstəliyi həm daha şiddətli formada gedir, həm daha erkən yaşda ortaya çıxır, həm də daha çox fəsadlaşmış hədəf orqan zədələnməsi ilə görülə bilir. İkincili hipertansiyonun, sekonder hipertansiyonun isə əsas səbəbləri bəzi endokrinoloji xəstəliklər, nefroloji xəstəliklər dərman preparatlarının qəbulu ola bilər. Burada dərmanlardan əsasən trisiklik antidepresan, MAO inhibitorlarının, steroidlərin qəbulu, allerjik rinitdə istifadə olunan nazal dekonjestanlar, steroidlər, mineralokortikoidlər təzyiq yüksəkliyinə səbəb ola bilir, narkotik vasitələr, ya da siqaret, alkohol qəbulu, böyrək xəstəliklərinin həm böyrəyin birincili xəstəlikləri, həm də böyrəyin damar mənşəli xəstəlikləri, özəlliklə renal arteriya stenozu, renal arteriyanın fibromuskülər displaziyası və endokrinoloji xəstəliklərdən Cushing sindromu, hiperaldosteronizm, həm hipertiroidizm, həm hipotiroidizm arterial hipertoniya şəklində qarşımıza gələ bilər və çox hallarda da bu cür xəstəliklər müalicə olunduğu zaman təzyiq yenə də yəni stabil vəziyyətinə qayıda bilir. Əsas primer xəstəliyin müalicəsi burada əsas götürülür. Mərhələlərini istəyərdim biraz danışaq. Mərhələləri varmı? Ümumiyyətlə və hansı mərhələlərdir? Biraz onu açıqlayaq. Bəli, təzyiqin işte bu dediyimiz həmin o sınır dəyərlərə görə, sistolik arterial təzyiqin dəyərlərinə görə mərhələləri var. Burada əgər birinci mərhələdə sistolik qan təzyiqinin 140-ın 159-a, diastolik qan təzyiqinin isə 90-99 arasında olması, ikinci mərhələdə sistolik qan təzyiqinin 160-179, diastolik qan təzyiqinin 100-109, üçüncü mərhələ isə sistolik qan təzyiqinin 180-in üzərində olması və diastolik qan təzyiqinin 110 üzərində olması üçüncü mərhələ olaraq dəyərləndirilir və təbii ki, daha ciddi müalicə tələb edir. Fəsadları, ümumiyyətlə belə deyək də, hipertenziya elə bir şeydir ki, əslinə qalsa hamının ən azından evində bir nəfərdə bu yanaşı xəstəlik kimi gedir və istərdim bunun sonraki mərhələlərdə artıq fəsadların nəticələri nə ola bilər, onu biraz danışaq və açıqlayaq tamaşaçılara. Ümumən mən həmişə deməli xəstələrimə də deyirəm, istər şəkər xəstəliyi olsun, istər arterial hipertoniya olsun, damar divarına təsir elədiyinə görə əslində bütün orqanlara zərər verə biləcək bir xəstəlikdir, müalicəsiz və diqqətsiz qaldığı zaman. Və yəni təzyiq xəstəliyində də həm böyük damarların, həm də kiçik damarların zədələnməsi müşahidə oluna bilir. Böyük damarların zədələnməsi daha çox damar divarının endotel disfunksiyonuna səbəb olaraq burada aterosklerozu yaranmasına şərait yaradır və ürək tərəfdən və ya işte beyin tərəfdən damar tıxanıqlığı, trombozlarla nəticələnə bilir. Kiçik damar zədələnməsi isə daha çox kapilyar qan sızmalar şəklində, yəni bu da daha çox göz damarlarına, göz dibi damarlarına qan sızmalar şəklində önümüzə gələ bilir. Ümumən bütün vücuda zərər verə biləcək bir xəstəlik olsa da ürək, beyin, göz zədələnməsi və böyrək zədələnməsi ön plandadır. Yəni hədəf orqan hasarı deyəndə bu 4 orqan nəzərdə tutulur. Ürək zədələnmələrinin bir sol mədəcinin hipertrofiyası, ürək çatışmazlığı, ürəyin infarktı kimi, beyin zədələnmələrini hemorragik və işemik insultlar şəklində, göz dibinə olan qan sızmalar, görmə itiliyinin azalması və tamamilə itirilməsi şəklində, yəni hipertonik retinopatiya dediyimiz bunda mərhələləri var və böyrək zədələnməsi isə xroniki böyrək çatışmazlığı, hətta son dönəm böyrək çatışmazlığı və dializə qədər gedə bilər xəstələr. Yenə də deyirəm, müalicəsiz qaldığı zaman. Bəs belə soruşaq doktor, müalicə deyirik müalicə, amma bildiyimiz qədərilə yəni cəmiyyətdə gedir aptekdən alır, istifadə eləyir, qandırıldıcılardan istifadə edirlər, bir çox yəni fərqli əslinə qalsa dərman tiplərdir, amma hamısını bir qrupun altına yığıb, hə təzyiq salan dərman içirəm, mən filan dərman içirəm.
Ümumiyyətlə, yəni belə dərmanlar varmı? Yəni reseptsiz şəkildə rahat ala biləcəkləri, yoxsa elə həqiqətən də reseptlə və müəyyən bir müalicə etapları ilə olmalıdır həmin müalicələr? Yəni təzyiq xəstəliyi belədir ki, fərdi yanaşılmalıdır mütləq. Xəstənin yaşı, qan təzyiqinin nə qədər yüksəlməsi, neçə müddətli yüksəlməsi, yanaşı xəstəlikləri mütləq nəzərə alınmalıdır. Deyək ki, erkən yaşda müraciət edən və sekundər deyil, primar hipertansiyonla müraciət edən xəstələrdə qan təzyiqi hələ də çox yüksəlmirsə, sadəcə yaşam tərzi dəyişiklikləri ilə də bundan bəhs edəcəm. Yəni müalicəni başlatmaq olar, amma daha irəli yaşda, daha yüksək dəyərlərə qədər yüksəlirsə, yanaşı xəstəliklər varsa, daha erkən müalicə başlamaq, medikal müalicə başlamaq doğru olar. Reseptsiz dərmanlar təəssüf ki, satılır, ancaq yenə də yəni həkim təyinatı edərkən təbii ki, xəstənin fərdi xüsusiyyətlərini nəzərə alaraq təyinat verir. Bu bir tərəfdən, amma qan təzyiqinin, yəni xəstəliyin müalicəsində yaşam tərzi dəyişiklikləri çox önəmlidir. Bunu deyərkən nəyi nəzərdə tuturam? Artıq çəkili şəxslərinin çəkisini verməsi, siqaret və alkol qəbulunun azaldılması, gündəlik ən az 40 dəqiqəlik yürüyüş və ya digər fiziki aktivlik növlərinin, egzersizlərin rejimə daxil edilməsi, yuxu rejimi, stressdən uzaq olmağa çalışmaq və qidalanmada həm xolesterindən zəngin qidaların azaldılması, həm də gündəlik duz qəbulunun azaldılması çox önəmlidir. Tədqiqatlar göstərir ki, çəkinin 1 kiloqram verilməsi ilə qan təzyiqinin 1-2 vahid azalmasına nəticələnə bilər. Qida qəbulunda duzun azaldılması ilə 4-6 vahid və yenə də fiziki aktivliyin gündəlik rejimə daxil edilməsi ilə 4-6 vahidə qədər qan təzyiqini biz müalicəsiz azalda bilərik. Belə, amma təbii ki, müalicə işə yaramadığı zaman və ya digər hallarda medikal müalicə də ön planda olmalıdır. Hipertonik krizdən istəyərdim biraz danışaq, açıqlıq tam olaraq nədir və hansı müdaxilələri gərəkdirir əslində həmin durum? Hipertonik kriz xəstələrin anidən qəflətən sistolik qan təzyiqinin çox yüksək rəqəmlərə qədər yüksəlməsidir. Burada bir rəqəm yoxdur, amma çox hallarda xəstələrin təzyiqi 200-ün üzərində olur. Psixoemosional gərginlik burada əsas risk faktorudur. Adi, sadə, heç bir xəstəliyi olmayan şəxslərdə ortaya çıxa bildiyi kimi, deməli, daha çox hallarda isə müalicəsiz qalan, kontrolsüz qalan təzyiq xəstələrində ortaya çıxır. Ona görə önləmək üçün hipertoniya xəstələrinin müayinələrini aksatmamaları, qan təzyiqlərini vaxtaşırı ölçmələri və dərmanlarını vaxtaşırı qəbul etmələri çox önəmlidir. Əgər ki, ortaya çıxıbsa, evdə olan daha tez bir zamanda, yəni çox vaxt biz təzyiq xəstələrinin hamısına bunu tövsiyə edirik, qısa müddətdə qan təzyiqini salan bir dərman vasitəsinin evdə olmasını, həmin dərman preparatlarının qəbulu və təcili yardımla mütləq əlaqə saxlamaq, bir də belə halda sakit halda uzanmaq, yəni və sakinləşdirici dərmanları varsa bəzi xəstələr ikinci olaraq əlavə olaraq qəbul edir, həmin dərmanları qəbul etmək effektiv ola bilər. Mən bir dənə haşiyə çıxmaq istəyirəm. Dərman qəbulu ilə bağlı, yəni müalicə ilə bağlı xəstələrə demək istədiyim bir şey var. Biz təzyiq xəstəliyinin müalicəsində rəqəm müalicə etmirik. Məqsədimiz təzyiqin yüksək rəqəmlərə yüksəlməməsidir. Xəstələrin çoxu dərman təyin olunsa da deyirlər ki, biz səhər durduq, ölçdük, təzyiqimiz qaydasına da həmin gün içmirik, ertəsi gün içirik, haçan yüksəlirsə onu içirik. Buradan demək istədiyim odur ki, yəni bizim üçün qan təzyiqi 180-dən yüksələndən, 190-a yüksələndən sonra dərman qəbul etməkdənsə, dərmanı qəbul edib həmin rəqəmləri görməmək tərcihimizdir. Çünki təzyiq o rəqəmlərə yüksəldiyi zaman ani olaraq beyin qan sızmaları və digər ağırlaşmış fəsadları yaşamaq riski yaranır. O risklər olmasın. Yəni müalicədə bizim hədəfimiz rəqəmi aşağı salmaq yox, əksinə o rəqəmin yüksəlməsinin qarşısını almaqdır. Buna diqqət eləsinlər. Əgər dərman müalicəsi təyin olunubsa, hər gün mümkünsə eyni saatda dərmanlarını qəbul etsinlər. Yəni dərmanı vəziyyətdən çıxartmaq üçün yox, o vəziyyətə düşməmək üçün istifadə eləməlidir tamaşaçılarımız. Aydındır doktor. Biraz da hamilələrimizdən danışaq istərdim. Hamilələrdə bu şəkildə təzyiq yüksəlmələri, hipertenziyalar müşahidə olunur və bu zaman hansı müdaxilələr gərəkir?
Bəli, hamiləlik hipertenziyası da həm ana üçün, həm də döl üçün önəmli risk faktorları arasındadır. Ümumən hamiləlik hipertenziyası hamilənin 20-ci həftəsindən sonra ortaya çıxan və ən az 2 ölçümlə qan təzyiqinin 190 üzərində görülməsi ilə diaqnoz qoyulur. Burada 2 ölçüm arasında ən az 4 saat fərq olmalıdır. Əgər ilk ölçümdə bir hamilənin qan təzyiqi 160-ın üzərində görülürsə, dərhal müalicə başlanmalıdır. Təbii ki, onlarda dərman seçimləri fərqlidir və hamilə xəstələrdə yəni qan təzyiqi yüksəkliyi də müşahidə olunursa, bədəndə olan ödemlər, sidik analizində proteinuriyanın olması mütləq nəzərdən keçirilməlidir preeklamsiya baxımından. Doğumdan sonra 12 həftədən uzun müddət davam edirsə, bu artıq xroniki hipertenziya olaraq dəyərləndirilir və daha uzun müddət, hətta bəzi hallarda daimi müalicə tələb edir. Amma 12 həftə ərzində keçib gedirsə heç bir müalicəsiz, bu hamiləliyin keçici hipertenziyası adlanır. Gələcəkdə təzyiq xəstəliyi üçün bir risk faktoru hesab olunur, ancaq yəni əlavə müalicə tələb etmir. Aha, aydındır. Biraz da hipertenziyadan danışmışkən hipotenziyadan danışaq, tamamlayaq bir mövzunu. Ortostatik hipotenziyadan istərdim biraz nə olduğunu açıqlayaq və bir xülasə kimi keçək bu mövzunu. Ortostatik hipotenziya xəstələrdə də ani şəkildə qan təzyiqinin düşməsidir. Burada çox hallarda sistolik qan təzyiqinin 10-20 milimcə düşməyini görə bilirik. Niyə belə bir şey baş verir? Çox hallarda ortostatik zaten bədən pozisiyası ilə əlaqədar, yəni ayağa qalxarkən təzyiq düşüşü müşahidə olunur. Bu da xəstəyə baş ağrı, baş gicəllənmə, gözdə qaralma kimi şikayətlərlə geri dönüş edir. Ümumən bizim bədənimizin bəlli bir qoruma mexanizması var. Yəni oturaq vəziyyətdən ayaqüstü vəziyyətə keçərkən bədəndə olan qanın yarım və ya 1 litri, yəni bir hissəsi daxili orqanlarda və aşağı ətraflarda göllənir. Belə halda ürəyə qayıdan qan miqdarı azaldığı üçün bizim simpatik sinir sistemimiz aktivləşir və periferik damarları daraldır, ürək döyüntüsünü artırır. Yəni məqsəd ürəyə gələn qanı artırmaq olur. Bu simpatik sinir sistemi aktivləşənə qədər qan təzyiqi, sistolik qan təzyiqi düşür, diastolik qan təzyiqi yüksəlir, periferik damarlar daraldığına görə və nəbzimiz sürətlənmiş olur. Qoruyucu mexanizma da çox qısa, 1-2 dəqiqə davam edir və daha sonra artıq vücud özünü bərpa edir. Bəzi şəxslərdə bu qoruma mexanizması pozulur. Dolayısıyla qan təzyiqində, sistolik qan təzyiqindəki düşüş, diastolikdəki artış və nəbzin sürətlənməsi müddəti uzanmış olur. Və xəstələr dediyimiz kimi baş gicəllənmə, bayılma, hətta senkop kimi simptomlar yaşayır. Adi halda fiziolojik olaraq gənc şəxslərdə psixoemosional stres fonunda ortaya çıxa bilər, qısa müddətli olaraq, amma patolojik hallarda daxili qan axması olan, uzun müddətli yemə içmədən kəsilən kaheksiya yaşayan, ishal, qusma ilə müşahidə olunan gastroenterit keçirmiş, yəni hipovolemiyası olan şəxslərdə görülə bilir. Yaşlı şəxslərdə isə çox hallarda Alzheimer, Parkinson kimi demansiv xəstələrdə və neuropatiya, yəni biz ayağa qalxanda ayaq sinirlərinin də qıcıqlanması ilə həmin onun müdafiə mexanizması işə düşür. Dolayısıyla neuropatik nəticələnən bəzi nevroloji xəstəliklərlə, diabetik neuropatiya, otonom neuropatiya, amyloidoz və s. də nəticəsində ortaya çıxa bilir. Əgər ortaya çıxıbsa ortostatik hipotenziyon, səbəbləri dəqiqləşdirilməlidir. Xəstənin istifadə etdiyi dərman preparatları nəzərə alınmalıdır. Xəstələrə gündəlik fiziki aktivliyi artırılması tövsiyə olunur. Egzərsizlərlə məşğul olmaq bu müdafiə mexanizmlərini bərpa etməyə kömək edir. Gündəlik su qəbulu, maye balansı artırılmalıdır, duz qəbulu artırılmalıdır. Çay və kofe əgər ki istifadə olunmursa mütləq qida rejiminə pərhizə daxil edilməlidir. Stressdən uzaq olmaq və əgər bunlar işə yaramırsa, məhdud sayda dərman preparatları təyin oluna bilir. Bugünkü qonağımız HP Güvən Klinikasının uzman terapevti Aysel Şıxəliyeva idi. HP Güvən Klinikasında qəbuluna yazıla bilərsiniz, konsultasiyalardan keçə bilərsiniz. Bir daha təşəkkür edirəm həm gəldiyinizə görə. Ümid edirəm gələn verilişlərdə də sizi burada görmə imkanımız olar.